Ancaq, məsələn, bizdə bol miqdarda su içmək. Bizim insanların ən böyük problemi, iki problemi var. Biri havasızlıqdan ölür insanlar. Evdən çölə çıxmır da, qadındır. Oksigen istəyir orqanizm. Sonra deyir, başım ağrır. Sonra mənfi yük yüklənir evin içərisində. Bu torpağa düşməlidir ki, mənfi yük bədəndən təmizlənsin, bu rahatlansın. İkincisi, insanlar əsas susuzluqdan ölürlər, yanırlar susuzluqdan. Məsələn, sən kifayət qədər su içəndə şəkər aşağı düşür, normallaşır. Qan qatılığı aradan qalxır. Bütün orqanlara gedən qanın miqdarı normallaşır. Bol miqdar su içəndə. Baş ağrısı aradan qalxır, qəbizlik gedir, köp gedir. Kimi dindirsən, deyir, doktor, mən, kimi yox da, müəyyən adamlar, mən, vallahi, yanğım yoxdur, içmirəm su. Deyirəm, məndə də yanğım, hissi heç vaxt olmuyor, ancaq mən gündə 3 litr suyumu, azı 3 litrimi içirəm. Yuxudan duran kimi 1 litri dalbadal içirəm. Mən də hesablanmamışam, amma mən də yetərincəni içirəm. Evdə oldum, yarım saatdan bir, 20 dəqiqədən biri ən azından gəlib bir stəkanın yarısında məsələn su içirəm. Hesablasam bəlkə də elə bir 2 litr zat. Yox, çox iç. İndi mən niyə suyu dedim? Bax, pensilin vuranda nə deyirlər? Deyirlər bir proba qoy, yoxlama qoy, eləmi? Yoxlamanı niyə deyirlər ki? Sən onu dəfələrlə durulaşdırırsan. Çox zəif bir şey qalır onun içində ki, görək bədəni götürür bunu. İndi sən bol miqdarda su içəndə, bu allergenlər qanda, o miqdarda mayedə, bir var 2 litrdə, bir var 4 litrdə. Azalır mı miqdarı? Təsir də azalır mı? Bu verdiyi tutma, səpki, bu da azalır mı? Azalır. Ona görə də, yəni, bu dediyim təbii vasitələrdən istifadə eləməklə xeyli dərəcədə onun qarşısını alır. Bir də mumya qəbul eləmək lazımdır. Mumya çox gözəl, həm sinir sisteminə, həm oynaqlara, həm xərçəng xəstəliyinə, saçdan dırnağa qədər arı məhsulduyum mumya. Onu Altay dağlarından gətiririk. 1001 dərdən dərmanıdır. Biz nənəmiz mənim yadımdadır, qorxanda deyirdi, uşaq deyirdi, qorxub gətirir qara o vaxtı həmin kvadratda olurdu mumya. Gətirir, həll verirlər, sinir sistemini sakitləşdirir. Ondan da bu dəqiqə haradan tapırsan. Əziz tamaşaçılar, Seyfəddin doktorla əlaqə saxlamaq istəyənlər